Əgər həyatınız bu gün dayansa, bitdi. Və sizdən soruşsalar, desələr ki, sən həqiqətən öz həyatını mı yaşadın? Həqiqətən həyatı sən yaşadın, yoxsa müəyyən baskılarla, təzyiqlərlə falan filan da digərləri var. Öz həyatını net olaraq özün seçsin, özün yaşadın, yoxsa yox, hə ya da yox. Bir qismini hə, bir qismini yox. Bəli. Bax, budur seansda insanların öyrətdiyimiz. İnsanların çoxu həyatını ya bilməyərək ümumiyyətlə özləri yaşamır, bəziləri bilsələr belə də yaşaya bilmirlər. Yenə də ailənin, yoldaşın və ya müəyyən kütlənin təsiri altındadır. Yəni biz bir döngüdəyik də Murad. Döngüdəyik. Bugün mən sizlə burada əyləşmişəm, deyim ki, bir aparıcı olaraq. Digər tərəfdə mən bir anayam, digər tərəfdə belə deyim rəhbərəm. Axı mənim bir neçə simam var. Bəli, bir neçə siman var. Bizim məsələmiz sizə ruhsal olaraq o azadlığı verməkdir. Murad deyəndə ki, sən həyatı yaşadın, deyəcəksən ki, hər saniyəsini və hər saniyəsinə dəyərdi. Bax, seanslardan çıxan adamlar bu sözləri deyir. Hər saniyəsinə dəyərdi. Desəm ki, həyatı necə yaşadın, deyəsən çox gözəl və yaxşı ki yaşadım, pisləri ilə, yaxşıları ilə. Hər saniyəsinə dəyərdi. Niyə? Çünki kaderi qəbul eləyəsən, təslimiyyətdə olasan, artıq yaradıcı sistemdən dirənmək yerinə, təzyiq göstərmək yerinə axışa düşəcəksən. Ona görə ondan sonra başına gələn pis hadisələri belə deyəsən ki, olsun, çox gözəl idi. Hətta onların belə hər saniyəsinə dəyərdi. Yaxşı ki yaşadım. Təslimiyyətə keçək. Təslimiyyət. Təslimiyyətə keçək. İkinci sualı verir. Belə çünki mən təslimiyyətdə deyildim. Əgər o bilincdə deyilsənsə deyil. Tamam. Aha. 2. Sualınız çoxdur orada. Yox, 2-3 sualdır. Buyurun. Bu da çox önəmli və düşündürücü sualdır. Niyə eyni ağrı fərqli insanlarla bizim həyatımıza yenidən qayıdır? Eyni ağrını yaşayırsan. Misal, əgər bu gün Aytən xanım dəyər verir, qarşılığında dəyərsizlik görürsə, bu eyni ağrını fərqli adamlar sənə yaşadır. Amma yenə də yaşayırsan. Səncə niyə? Sual. Açıq belə bir şey yaşamamışam, baxın. Belə. Dəyərsizlik olmaya bilər, ayrı bir döngü ola bilər də, nüans dedim. Fikrə getdim açığı. Misal, hansı ağrını dəfələrlə yaşayırsınız, amma fərqli insanlar yaşadır. Xəyal qırıqlığı, məyusluq, dəyərsizlik, günahlandırılma, bir çox proses ola bilər burada. Çarəsiz qalma. Həqiqətən ağlıma gəlmir. Gəlmir. Həqiqətən. Bax. Həqiqətən deyirəm. Məsələn, sual etdiklərim əvvəl var idi. Niyə dediklərim var idi. Amma bu dəqiqə hansısa bir döngünü, misal üçün rəfiqələrimlə çox yaxşı, hər şey yaxşı qaydasında. Bəlkə də indi şəfalanmısınız deyə belədir. Çünki mütəmadi seanslar alırsınız deyə. Suallarım çox idi. Əvvəl hədsiz idi. Oturub beyninizə. Amma həqiqətən indi yox. Birinci sual gördünüz, cavabım var, verdim. Ola bilər ki, əvvəl yaşayırdınız o döngünü. Əvvəl yaşamışam, doğru. Məsələn, bir döngü deyin də, əvvəllər yaşadım. Əvvəl iş sferasında olubdu bu döngü, hörmətsizlik. Bu döngü nə idi? Uşaqlıqdan gəlir də. Aha. Yəni dəyərin bilinməyib də, iş üçün efor sərf eləyirsən, amma ortada səni görən yox. Tutalım, bu olub universitetdə, məktəbdə, kollegada belə davam eləyib. Bax, bu döngünü qırmaq lazımdır. Bax, bir dənə Aytənin o döngünü qırması neçə il çəkdi? Sual. Neçə ili aldı o? 4 ildən çox vaxtım var. Yox, indi yox da, yəni uşaqlıqdan indiyə salsaq, böyük bir illərin gedib də. Bəli. Bəlkə də 10 ilin, 15 ilin boşa getdi. Əslində mən orada düşünürdüm ki, əllərim kələbcəlidir. Ay sağ ol. İnancı gördünüz, şuuraltı inancı. Əllərim kələbcəlidir. Əllərim kələbcəlidir. İndi bax, bu 15 illik döngüdə gördün özünü həll eləyəmədin. Deyirsən insanlar niyə gəlsin? Bax 15 il Aytən düşündü, həll eləyəmədi. Amma bəzən bir insan 1 saat səndən danışır və bu həll olur. Məncə bu İstər maliyyə, istər mənəvi, istər də dəyər olaraq daha rahat yoldur. Çox rahat yoldur. Düzdür, mən də burada xalqı təmsil eləsəm də, axı mən, siz bilirsiniz, mən bütün videolarımda da demişəm ki, bütün gələn qonaqlarımın nə seans veriblərsə, hamısında bir şəxsən özüm iştirak eləmişəm. Mənə şəfalı olduğu üçün ondan sonra mən bunu yayımlamışam. Yəni burada maliyyə məsələləri düzdür. deyil əslində. Necə ola bilər ki, sizə hər kateqoriyada, hər yaş dövründə və hər iki cinsdən cinsin nümayəndələri müraciət eləyə bilər.
bu bizdə çox da müşahidə olunmur. Bizdə digər terapistlərdə müraciət edənlərin yaşları bölünür. Kateqoriyalar mütləq ki, əksəriyyəti xanımlar olur. Amma sizdə bu belə deyil. Burada yəni hər kütləyə necə ithaf eləyə bilmisiniz? Mənə o maraqlıdır ki, yəni hər kəs şəfasını götürə bilər. Necə oldu bu? Bəli, kişilər, qadınlar, yaşlı insanlar, gənclər, yeniyetmələr, hər kəs qoşulur seansa. Yəni vəzifəyə qədər belə, yəni Bəli. həqiqətən fəaliyyətindən tutmuş, deyim ki, yüksək dövlət rütbəli şəxslərə qədər mən bilirəm ki, müraciətlər var. Bəli. Sirri nədir? Nüans odur ki, o atalar deməli deyirlər, uşaqdan uşaqdır, böyükdən böyükdür. Burada insanları məncə ən önəmli şey bir qarşındakı insanı anlama dərəcəsidir. Yəni bu necə olur? Bunun üçün bir şəfaciyə lazım olan proseslər lazımdır. Bir hökmsüzlükdür. Mən əsla hökm vermirəm. Aydındır. Hökmsüzlük nədir? Deyək siz Muradı dinləyirsiniz və Murad danışa-danışa öz zehnində hökm verirsən. Murad belə biridir, yaxşı oğlandır, pis oğlandır, varlıdır, kasıbdır. Mən hökm vermirəm qətiyyən. Çünki qarşı tərəfin şuur altını ortaya açmayana qədər hökm vermək mənasızdır. Bu illüziya olacaq, ortada olan illüziya. Bir hökmsüzlükdür. 2, qarşı tərəfi dinləyəndə ən önəmli şey onun danışdıqları deyil, onun danışdıqlarındakı səbəblərdir. Onu nə vadar elədi ki, bu cinayətkar oldu? Bunu nə vadar elədi ki, bu boşanır? O boşanmadan danışır və yoldaşının ona pis davranmasından. O onu danışanda mən düşünürəm ki, görəm uşaqlıqda nə danışırdı ki, nə oldu ki, bu oğlanı tapdı, bu qız. Bununla evləndi. Yəni o ayrı bir şey danışır. Mən əslində onun səbəbini axtarım o anda və hökmsüz şəkildə. 3-cü yargılamamaqdır. Yəni qarşımdakı insanı yönləndirmə və yargılama yoxdur. Niyə? Çünki bir insanı yönləndirmək onun azad iradəsinə və kader xəttinə toxunmaqdır da. Bu da karma yarada bilər. Çox maraqlı yanaşmadır. Siz yönləndirmə eləmirsiniz. Yönləndirmə... Bunu burada belə elə. Yoxdur. Ona sadəcə seçimlər sunulur. Həyatda xoşbəxt olmağı seçirsən ya bədbəxt. O seçimlərə uyğun öz trayektoriyasını çizir o anda. Nəyi seçəcəyinə doğru. Yəni biri gəlir və boşanmağı istəyirsə, ilk öncə o, bəzi insanlar onu yönləndirir. Boşan və ya boşanma. Buradakı fərq odur ki, mən ona izah eləyirəm ki, sən niyə boşanmaq istəyirsən? Normalda o gəlmişdi mənə izah eləsin. Amma mən özüm ona izah eləyirəm ki, sən bu səbəbdən boşanırsan. Əslində. O da deyir ki, kökə gedirsiniz. O da deyir, mən düşünürdüm ki, insanlar məni heç anlamır. Siz məni anlamaqdan əlavə bir də tamamladınız. Tapdınız ki, bu niyə olub? Onu izah eləyirəm ki, bax uşaqlıqda yaşadığım bu faktlara əsasən səndə bu problem var. Amma toplananın yerini dəyişəndə cəm dəyişmir. Yəni Hüseyndən boşansan, gedib Zauru tapsan, misal, yenə eyni döngünü yaşayasan, biz səni düzəltmədən bu proses olmayacaq. Yəni ona başa salıram ki, azadlıq, xoşbəxtlik, bədbəxtlik, zülm, gözəl bir həyat və ya pis bir həyat, bu hamısı burdadır. Bu burada deyil, Matrixdə deyil, öz zehnindədir. Zehin dəyişməyənə qədər heç nə dəyişmir. Ona zehnini dəyişdirirəm, yəni özüm eləyirəm bunu. O heç bir əziyyət çəkmir orada. Ondan sonra artıq zehindəki o buludlar çəkilir, günəş doğur və səlis məntiqlə qərar verir. Seansa gələnlərə adətən ikinci nüans olaraq onların duyğularını söndürürəm. Bir dəfə də demişdim bunu. Niyə? Duyğusal qərar verəndə doğru qərar verməyəcək. O anki hisslər və duyğularla hökm verəcəkdir. Adi bir gəmiciləri düşünün. Gəmidə işləyən bir şəxs, fərqi yoxdur, istər mühəndis, istər kapitan, istər fəhlə. O quru torpağa ayaq basandan bir müddət sonra, yəni psixoloji testdən keçməyənə qədər onun elədiyi şikayətlər, onun elədiyi heç nə real sayılmır. Məhkəmə bunu əsaslandırmır. Niyə? Çünki o hələ də gəminin təsirindədir. Gözləyirlər biraz vaxt keçsin, psixiatr testindən keçir, həqiqətən psixologiyası sağlamdırsa, sonra onun şikayətini nəzərə alırlar. Yoxsa gəmidən düşən hamı şikayətlənəcək, 3 ay orada qalmısan. Aydındır. Və bu, fərzlə biri 10 il münasibət yaşayır. Bunu bir gəmiyə bənzətsən və 10 ildə eyni yerdə işləyir. 10 ildə eyni döngünü yaşayır. Bu bir gəmidir də. Bu limana ayaq qoyan kimi hələ də o ürək bulanması, hələ də o ağır gecələr, o fırtınaların təsirindədir. Onu biraz durultmaq lazımdır. Durultmaq üçün ona bağışlanma seansı edirik, keçmişi buraxır, təslimiyyətə gəlir, emosiyaları söndürür, ondan sonra net qərar verir. Mən istəyirəm ya yox.
ən çətini hansı tərəfidir misal üçün ki, onu keçmək olur? Mən düşünürəm bağışlanmaq. Bağışlama üzrə də əziyyət çəkənlər var, amma bizim əlimizdə 5 dəqiqəlikdir bağışlatmaq çox rahatdır bunu eləmək. Bu necə bax Murad bəy? Çünki aydındır. Yəni necə ola bilər ki, mən düşmən olduğum illərlə biriyim. yığıb axı, bax illəri yığıbdı da. Məsələn, Burada- mənim atam sözünüzü bandan kəsim. Mənim atam 75 yaşındadır. Uşaq vaxtında olan bir hadisəni ondan sonraki dönəmlərdə belə hamısını bir-bir danışır. Mən deyirəm, papa, biz 2026-cı ildəyik. O isə o vaxt olub. Yəni o hələ də onu keçə bilmir. Hər əsəbində, hər qəzəbində onu vurğulayır. Gətirir çıxardır bu yerə və bu bizim tək ailədə deyil. Mən sizi inandırım ki, yaşı bir belə deyim də sizə 60-dan yuxarı olan əksəriyyətinin valideynlərində, ətrafında, qohumlarında bu hərəkətlər, bu xasiyyətlər müşahidə olunur. Onlar bağışlayıb və keçə bilmirlər. O yaş üçün bunu bağışlayıb keçmək nə qədər vaxtınızı alır və bu proses necə gedir? Aydındır. Bağışlama seanslardakı ilk mərhələdir. Mütləq bağışlayırıq. Bağışlama 1 saatlıq seansın 5 dəqiqəsini alır hardasa. Niyə? Bizim seansda psixoloji seansdan əlavə enerji yükləmələri vardır. Yəni var olan hər şeyin yaradanından, ilahidən şəfa və bağışlanma enerjisi yüklənir. Bu enerji yükləndiyi üçün qarşı tərəfə deyirik bunu bağışladın, deyir hə. Yəni mən atanıza enerji yükləsəm, fərqi yoxdur. Kim olur olsun. 5 dəqiqə sonra o deyəcək ki, mən onu bağışladım. Onda bir hadisəni də, doğru? Yəni Axı mən nə də qədər illəri hadisə, deyirəm. nə qədər hadisə istəsə o qədər. Əgər sırf bağışlanma üzrə seans istəyirsə, mən ümumi tabii 100 nəfərə için saxlayır da misal. O vaxt biz 100-ünü də bir seansda bağışlaya bilərik. Çünki yəni illərlə yığdığını 5 dəqiqə olmasa, məsələn, bir qohumu 5 dəqiqəyə bağışlayar. Yəni də tamamını da bağışlamaq olur. Çünki TT-Linkdə qırğınlıq, öfkə, peşmanlıq və bağışlamamağa aid texnikalar vardır. Bunu oradan təmizləmək olur şuur altından. Orada avtomatik silinir. Yəni özü deyir ki, heç nə hiss eləmirəm, bağışladım. Aha. Bəli. Onda belə asan proses. Baxır kimin etdiyinə. Niyə belə asan olur? Çünki mən yaradıcı ilə işləyirəm də, yəni yaradandan gələn şəfa, sevgi enerjisi, buna şahid oluram. Burada həm psixologiya var, həm şuuraltı ilə işləmək var, həm də enerji terapiyası vardır. Üçü də var deyə bu qədər sürətlidir. Gözəl bir sözdür. Baxır kimin işləməyinə. Bəli. Onun nə fərqi var? Onun belə bir fərqi var ki, misal, deyək bir mövzudur. Misal, evlilik, boşanma, özgüvən. Elə insan ola bilər ki, misal, sizə karmanı bir cür izah eləyər. Bundan əvvəl danışdığımız kimi. Elə insan var, bunu izah eləyər, siz 1 dəqiqəyə başa düşərsiniz. Elə insan var, bir gün izah eləyər, karmanın nə demək olduğunu başa düşmərsiniz. Doğrudur. Baxır kimin izah elədiyinə. O çox önəmlidir. Yəni misal düşünün, mən sizə hal-hazırda nə izah elədim bayaq? Dedim hə Aysel 1-2 dəfə ciddi münasibət olub və belə olub. Çox sadə dildə başa düşdün ki, münasibət üzrə döngü yaşayır. Bəli. Bir də var, məsələ salıram belə trüklara, fırladıram və başa düşmürsən. Hadisələri mürəkkəb etdikcə insanın anlama dərəcəsi zəifləyir. Ona görə asanlaşdırdıqca hər şey rahat həll olur. Yəni bu da bir funksiya. Əslində mən başa düşdüm. Siz asan yolla izah eləyib daha asan olduğunu göstərirsiniz. Bəli. Hissi söndürməklə də heç bir reaksiya qatılmır. Bəli. Çox sadə. Yəni bir insan hissi söndürsə, atanız o insanlara aid hissi yoxdur. Nə nifrət, nə sevgi. Hiss yoxdursa avtomatik bağışlanma girir dövrəyə. Hiss yoxdursa avtomatik bağışlanma. Bizi idarə edən hisslərdir. Birinə niyə nifrət edirik? Çünki hissimiz var o adama. Əsəbləşir, qəzəb. Misal yoldan keçən bir adam gəldi, deyək dəydi paltarıva keçdi, çiyin atdı keçdi. Onu ömrün boyu nə qədər nifrət eləyərsən? Heç yadında qalmayacaq o züh, dəydi də getdi. Niyə? Çünki ona aid hissin yoxdur. Yoxdur. Nə doğmalıq, nə nifrət, nə sevgi tanımırsan. Bizim hissimiz olan adamları bağışlamırıq. Demək Doğru. bu kişi duyğusaldır ki, nifrət eləyir. Onda biz əslində bax burada gözəl bir mövzu toxundunuz. Onda biz bəlkə olduğundan qədər çox dəyər veririk, olduğundan artıq sevirik, olduğundan artıq hörmət eləyirik. Bu hissləri özümüzdə böyüdürük. Böyütdüyümüz üçün də o bizə deyəndə ki, gözün üstündə qaşım var. Biz deyirik ki, vay da. Yəni qısaca biz ancaq duyğularımızın olduğu birilərini sevə və ya küsə bilərik. Aydındır? Yəni belə düşün, yoldan keçən birindən küsərsən, ya da deyəsən bir taksi sifariş verdin, deyir gəlmirəm. Onun neyin yəsən, küsəsən, nifrət eləyirsən. Keçən canın cəhənnəm. Amma yoldaşım desə gəlmirəm. Niyə? Çünki emosional bağ var. Ona görə birinci duyğuları atırıq.
şarteldən atırıq ki, ta enerji gəlməsin. Duyğu olmayandan sonra sən deyirsən ki, mən bu adamı niyə bağışlamıram ki? Çünki hiss yoxdur axı, duyğu yoxdur hələ ki. Bəli. Doğru. Çox maraqlı bir mövzudur. Yəni bir dişi o blom qoyurlar, o çürükləri, sinirləri çıxarmaq üçün. İlk öncə sənə ağrı kəsici vurulur. Niyə? Sən orada hissin olmur. Hiss eləsən olmaz axı, ağrı acılı olar. Birinci o hissin alınır, heç nə hiss eləmirsən. Fərzlə dişimin üstü yontulur, heç nə görmürsən, hiss eləmirsən. Niyə? Çünki ağrını hiss eləyirsən. Hiss eləmirsənsə problem yoxdur. Həyatda problemsiz yaşamaq istəyirsənsə, gərək hiss eləməyəsən. Biz bunu əbədi eləmirik də, amma onu balansa gətirəcək dərəcədə yəni eləyirik. hə, mən deyəcəydim ki, baxın, mən Əbədi sizlə olsa robot razı. olar. Robot olar. Amma yəni biz axı insanıq da, yəni biz hisslərlə idarə olunuruq ki. Deyir insan var, deyir məni tam hissiz elə. Bunlar da var. Amma bunu təbii ki, tövsiyə eləmirəm ona. Çünki deyirəm ki, balansı pozarsan, sonra yenə problemi çıxar. Bizi işə salma. Gələn yaxşı O da olmaz. balansa salaq. Bəli. O da olmaz.